Mehriban və bağışlayan Allahın adıyla. Bildiyimiz kimi İslam dinində ən möhtəşəm, ən mötəbər bayramlardan biri Qurban Bayramıdır. Qurban Bayramı əslində sosial bir bayramdır. İnsan ictimai və sosial varlıq olduğu üçün Qurban Bayramı da əslində sosial bir, ictimai bir bayramdır. Allah Taala Qurani-Kərimdə buyurur: "Sizin kəsdiyiniz qurbanların nə ətləri, nə də qanları Allaha çatmaz. Lakin təqva üzərindən etdiyiniz bu iş Allaha çatar." Və burada əsl həqiqətdə insanların birliyi, insanların vəhdətinin bir harmoniyasıdır bu bayram. Ona görə bu bayramın gözəlliyi və özəlliyi insanların o ab-havada olması və xüsusilə yoxsul, imkansız, az təminatlı insanlara o yardımların, o sosial yardımların edilməsi ilə daha möhtəşəmləşir, daha da gözəlləşir. Demək, baxmış olsaq, bu həcc mövsümündə olanların, Allah ziyarətdə olan zəvvarlarımızın, hacılarımızın ziyarətini qəbul etsin. Orada olanlar üçün bu bir fərz əməldir, vacibi bir əməldir. Ərafatda, Mina çölündə bu qurbanlığı yerinə yetirirlər. Amma həcc mövsümündə olmayan digər coğrafi ərazilərdə, yerlərdə, məkanlarda olanlar üçün bu qurbanlıq müstəhəb, bəyənilən, təqdirə layiq olan bir gözəl əməldir. Burada təbii ki, qoç və iri buynuzlu heyvanların kəsilməsi var. Burada təbii ki, fərq etməz, imkanı olan hər bir kəs kəsərsə nə gözəl. Bəli, qurbanlıq Allaha yaxınlaşmaq üçün bir vasitədir. Biz bu gözəl bayram münasibətilə, bu gözəl gün münasibətilə bütün dünya müsəlmanlarını, xalqımızı, millətimizi səmimi dildən, qəlbdən təbrik edirik. Allah hər bir kəsə Allahın evi, beyti, Kəbəni ziyarət edərək hər il Mina çölündə, Ərafatda qurban kəsməyi nəsib etsin. Allah bütün kəsilən qurbanları qəbul etsin.